Günara xanım, bizim iş dərsimiz bitdi. Dərsimizin mövzusunu gördünüz ki, biz iş dərsində nələr öyrətdik. Mənim üçün çox maraqlıdır. Sizin dərslər haqqında təəssüratlarınız. Məsəl üçün, evə getdiniz, evdə soruşurlar, işə getdiniz, işdə soruşurlar ki, bugün kursa getmişdin. Nə öyrənə bildin və müəllim nəsə öyrədə bilirmi sizə? İş dərsə bilməz nələrsə öyrənə bildinizmi? Fikirləriniz mənim üçün çox maraqlıdır. Eyni zamanda bizim qonağımız da var arxada əyləşmiş və sizin bacınızsınız, değil mi? Sizin tələbə kimi fikirlərinizi almaq istəyirəm. Gülo xanımın da həqiqətən də bir izləyici kimi fikirlərini almaq istəyirəm. Özü bilinin sürücüsüdür, onun da fikirlərini bilmək istəyirəm. İndi ilk öncə sizin fikrinizi bilmək istəyirəm. Təəssüratlarınız necədir? Mənə xoş olsun deyə bir cümlə eşitmək istəyirəm, soruşmuram. Amma necəsə onu deyin zəhmət olmasa. Təəssüratlarım yaxşıdır. İlkin yəni maşının texniki baxışdı, öyrəndim, nələr lazımdır. Yəni vərdişlərdir. Yəni bunların hər birini öyrəndim. İnşallah ki, ikinci dərsdən də yola çıxacaq. İkinci dərsə yola çıxmayacaq. İkinci dərsə artıq biz sizə dönmələr öyrənəcəyik. Onu mükəmməlləşdirəndən sonra yola çıxacaq Allahın iznilə. Nə xoş mənə ki, sizin də təəssüratlarınız xoş oldu, digər tələbələrim kimi. İndi bizim izləyicimiz də var. Sizinlə birlikdə gəlmişdi. Normalda mən üçün şəxsi dərsdə qəbul eləmirəm. Çünki o tələbəyə biraz psixoloji baskı altında qalır, özü həyəcan keçirir. Ona görə üçün şəxsi mən dərsdə qəbul eləmirəm. İndi bugün bir istisna hal oldu. Bacını qəbul etdik dərsimizə. İndi sizin fikrinizi bilmək istəyərdim ki, siz bax bir ildir sürürsünüz və mənə dediniz ki, mən bir ildir sürürəm. Amma bir neçə təlimçi yanında olmuşam indiyə kimi, düzdür? Mən həqiqətən səmimi fikrinizi bilmək istəyirəm. Bax, bugün keçdiyimiz dərsi siz görürsünüz, əvvəldən axıra kimi, düzdür? Bizim izah etdiklərimiz, o bir neçə təlimçinin yanında olmuşsunuz. Onlar demişlərmi? Bax, bunlar. Nə öyrətdik biz siz? İlk öncə müəllim, xoş gördük. Bir daha bilirəm ki, çəkiliş eləyirsiniz. Yəni, düz deyirsiniz. Azı bir 6-7 təlimçinin yanında olmuşam. Müxtəlif təlimçilər olub və müxtəlif kursların təlimçiləri olub. Ad lazım deyil, hə? Xeyr, adlarını çəkməyəcəm. Təbii ki. Sadəcə olaraq fərqi onda gördüm ki, siz ilk birinci gündən, yəni belə deyək də, çıxartmırsınız da yola. Yəni qorxu yaranmır, yəni ilkin vərdişlər yaradırsınız, amma digər təlimçilərdə mən bunların heç birini görmədim. Yəni özüm də birinci sürürəm. Yəni çox məlumatı düzdür, internetdən almışam maşın haqqında. Məsələn, siz motorxanasıdır, maşın haqqında yəni bilgilər verdiniz, o çox maraqlıydı. Hətta mən burada bugün birini öyrənmiş oldum. Mənim üçün yenilik oldu orada. Onun yerini öyrəndim ki, o harada yerləşmiş. Sizin faydamız toxundu. Baxın, sükan çevirdim. Bax, gördüm bir 10 dəqiqədən çox sükan çevirdi sağa, sola. Onu öyrədən olmuşdu mu? Bax, 5-6 təlimçidən olmuş. Xeyr, olmuyor. Bəli. Amma öyrədilməlidir. İlk dərsdən tələbənin bilik bazası artırılmalıdır və ilkin vərdişlər formalaşdırılmalıdır. Belə. Təşəkkür edirəm gəldiyiniz üçün. İnşallah növbəti dərsə daha maraqlı olacaq. Oldu mu? Siz də sağ olun. Uğurlar olsun.